Eyfel qülləsi yox ola bilər. 1889-cu ildə inşa edilən və Parisin simvollarından sayılan Eyfel qülləsinin dağılacağı ilə bağlı fikirlər səsləndirilir. Bir müddət əvvəl Fransanın Marian jurnalı öz məqaləsində müxtəlif mənbələrə əsaslanaraq qüllənin 2010-cu ildən bəri bərbad vəziyyətdə olduğunu yazmışdı. Maraqlıdır ki, bu qüllə ucaldılarkən 20 ildən sonra şəhərdən götürüləcəyi nəzərdə tutulurdu. Amma bir müddət sonra qüllə radioötürücü kimi istifadə edildiyindən bu fikirdən daşındılar. Bəs cəmi 20 il istismar üçün nəzərdə tutulan qüllə daha neçə il ayaqda qala bilər? Fikirlər müxtəlifdir. Bəzi mütəxəssislərin fikrincə, ötən il Paris Olimpiyadası ərəfəsində aparılan təmir işlərindən sonra Eyfel hələ uzun müddət şəhəri bəzəyə biləcək. Amma bəzi mütəxəssislərə görə uzun illərdir dəmir konstruksiya korroziyaya məruz qalıb. Boltlar belə boşalıb. Dəmirin səthi isə yaxşı təmizlənmir. Bunun əvəzinə sadəcə rənglənir. Təəssüf ki, Eyfel qülləsi indi içindən çürüməkdədir deyə qeyd olunur. Sizcə son necə olacaq? Parisi Eyfelsiz təsəvvür edirsiniz?